İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'd. İndi isə qardaşlar Bəqərə surəsinin 6-cı ayəsindəyik. İnnellezîne keferû sevâun aleyhim enzertehum em lem tunzirhum la yu'minun. Həqiqətən kafirləri əzabla qorxutsan da, qorxutmasan da onlar üçün birdir. İman gətirməzlər. Şərhə baxaq. وَلَمَّا بَيَّنَ اللّٰهُ صِفَاتِ الْمُؤْمِنِينَ الْمُتَّقِينَ الَّذِينَ صَلَحَ ظَاهِرُهُمْ وَبَاطِنُهُمْ وَذَكَرَ صِفَاتِ طَائِفَةٍ مِنَ الْكَافِرِينَ الَّذِينَ فَسَدَ ظَاهِرُهُمْ وَبَاطِنُهُمْ فَقَالَ Allah mömin və təqvalı şəxslərin zahir və batini düz olanların sifətlərini bəyan etdikdən sonra, yəni əvvəlki ayələrdə o 1-ci ayədən 5-ci ayəyə qədər olan hissəni nəzərdə tutur burada təfsirçilər. Bəyan etdikdən sonra zahiri və batini fəsad içində olan kafirlərin sifətlərini zikr etdi və buyurdu. İnnellezîne keferû mustamirrûne alâ dalâlihim ve inâdihim fe inzâruke lehum ve adamuhu sevâun. Həqiqətən kafir olanlar azğınlıq və inatkarlıqlarında davam edirlər. Onları xəbərdar etməyin və etməməyin onlar üçün eynidir. Xatamallahu alâ qulûbihim və alâ sem'ihim və alâ ebsârihim gışâveh və lehum azâbun azîm. Allah onların ürəyinə, yəni qəlblərinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onlar üçün böyük əzab vardır. Şərhdə لأن الله طبع على قلوبهم فأغلقها على ما فيها من باطل وطبع على سمعهم فلا يسمعون الحق سماع قبول وإنقياد وجعل على أبصارهم غطاء فلا يبصرون الحق مع وضوحه ولهم في الآخرة عذاب عظيم. Yəni həqiqətən, yəni çünki Allah onların qəlblərinə möhür vurmuşdur. Beləliklə qəlblərindəkiləri, yəni batil olanı bağlamışdır. Yəni qəlbləri tamamilə möhürlənmişdir. Onların qulaqlarına da möhür vurmuşdur. Buna görə də haqqı qəbul edib itayətlə dinləməzlər. Gözlərinə isə pərdə çəkmişdir. Beləliklə haqq açıq-aşkar olsa da, yəni baxmayaraq açıq-aşkardır, olsa da onu görməzlər. Onlar üçün axirətdə böyük bir əzab vardır. وَلَمَّا بَيَّنَ اللّٰهُ صِفَاتِ الْكَافِرِينَ الَّذ۪ي فَسَدَ ظَاهِرُهُمْ وَبَاطِنُهُمْ بَيَّنَ صِفَاتِ الْمُنَافِقِينَ الَّذ۪ينَ فَسَدَ بَاطِنُهُمْ وَصَلَحَ ظَاهِرُهُمْ فِيمَ يَبْدُوا لِلنَّاسِ فَقَالَ. Burada salihəni salihə kimi də oxumaq olar. Allah zahir amma batinən fəsada uğramış kafirlərin sifətlərini bəyan etdikdən sonra, yəni fikir verin, 1-ci ayədən 5-ci ayəyə qədər möminlərdən danışdı. Sonra kafirlərdən danışdı. Sonra isə Allah Subhanahu taala zahirən mömin kimi görünüb, amma batinən kafir olanı münafiqlərdən danışır.
Yəni kafirlərin sifətini bəyan etdikdən sonra insanların gözündə, yəni fîmə yabdulinnəs, insanların gözündə zahirən islah olmuş kimi görünən, lakin batinən fəsada uğramış münafiqlərin sifətlərini bəyan edərək buyurdu. وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda biz Allaha və qiyamət gününə iman gətirdik deyirlər. Təfsirdə وَمِنَ النَّاسِ طَائِفَةٌ يَزْعُمُونَ أَنَّهُمْ مُؤْمِنُونَ يَقُولُونَ ذَلِكَ بِأَلْسِنَتِهِمْ خَوْفًا عَلَى دِمَائِهِمْ وَأَمْوَالِهِمْ وَهُمْ فِي الْبَاطِنِ كَافِرُونَ İnsanlardan elələri vardır ki, batinən kafir olduqları halda özlərinin mömin olduqlarını iddia edirlər. Bunu canlarını və mallarını qorusunlar deyə deyirlər. يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Təfsirdə يَتَوَهَّمُونَ بِجَهْلِهِمْ أَنَّهُمْ يُخَادِعُونَ اللَّهَ وَالْمُؤْمِنِينَ بِإِظْهَارِ الْإِيمَانِ وَإِبْطَانِ الْكُفْرِ وَهُمْ فِي الْحَقِيقَةِ يَخْدَعُونَ أَنفُسَهُمْ فقط ولكنهم لا يشعرون بذلك لأن الله تعالى يعلم السر وأخفى وقد أطلع المؤمنين على صفاتهم وأحوالهم Onlar cahillikləri səbəbilə iman gətirdiklərini göstərib, içərisində küfrü gizlədərək Allahı və möminləri aldatdıqlarını güman edirlər. Yəni vahm içində, yəni belə güman edirlər. Halbuki əslində, yəni həqiqətdə yalnız özlərini aldadırlar. Lakin bunu dərk etmirlər. Çünki Allahu Teala gizlini və daha gizlini bilir və möminləri onların sifətləri və halları barədə xəbərdar etmişdir. Fi qulubihim maradun fezadahumullahu marada və lehum azabun alimun bima kanu yekzibun. Onların ürəyində nifaq və həsəd mərəzi var. Allah onların mərəzini, yəni şəkkini, şübhəsini, mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar. Və səbəbu ənə fi qulubihim şəkkan fəzədəhumullahu şəkkan ilə şəkkihim vəl cəzəu min cinsil əməl. Yəni səbəb budur ki, onların qəlbində şək, şübhə vardır. Allah da onların şəkkini artırmışdır. Şək üzərinə şək əlavə etmişdir. Çünki cəza əməlin cinsindədir. Və bu bir qaydadır, qardaşlar. Cəza əməlin növünə görədir, cinsindədir. Və ləhum azabun əlimun fiddərkil əsfəli minən-nar bisəbəbi kəzbihim aləllah və alən-nas və təkzibihim bimə cəə bihi Muhammed sallallahu əleyhi və səlləm.
Onlar üçün cəhənnəmin ən aşağı təbəqəsində şiddətli bir əzab vardır. Bu isə onların Allaha və insanlara yalan demələri və Muhammed sallallahu əleyhi və səlləmin gətirdiklərini yalan saymaları səbəbiylədir. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ Onlara yer üzündə fəsad törətməyin dedikdə, bizim işimiz ancaq yaxşılıq etməkdir deyə cavab verirlər. Təfsirdə وَإِذَا نُهُوا عَنِ الْإِفْسَادِ فِي الْأَرْضِ بِالْكُفْرِ وَالذُّنُوبِ وَغَيْرِهَا أنكروا وزعموا أنهم هم أصحاب الصلاح والإصلاح. Onlara yerdə küfür, günah və digər əməllərlə fəsad törətməkdən çəkinin deyildikdə, yəni onları çəkindirildikdə, bunu inkar edir və özlərini islah edənlər olduqlarını iddia edirlər. Ələ innəhum humul mufsidun vələkin la yəş'urun. Bilin ki, onlar fəsad törədəndirlər. Yəni, fəsad törədənlərin məhz elə özləri onlardır. Lakin bunu dərk etmirlər. Deməli, təfsirdə 13-cü ayənin وَالْحَقِيقَةُ أَنَّهُمْ هُمْ أَصْحَابُ الْإِفْسَادِ وَلَكِنَّهُمْ لَا يَشْعُرُونَ بِذَلِكَ وَلَا يَشْعُرُونَ أَنَّ فِعْلَهُمْ عَيْنُ الْفَسَادِ. Əslində isə onlar fəsad törədənlərdir. Fəsad törədənlərin elə özüdür. Lakin bunu hiss etmirlər və əməllərinin fəsadın özü olduğunu anlamırlar. وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَكِنْ لَا يَعْلَمُونَ. Onlara başqaları iman gətirdikləri kimi siz də iman gətirin deyildiyi zaman biz də səfehlər kimi iman gətirək deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir. Lakin bunu bilmirlər. Deməli, təfsirdə 13-cü ayənin təfsirində وَإِذَا أُمِرُوا بِالْإِيمَانِ كَمَا آمَنَ أَصْحَابُ مُحَمَّدٍ صلى الله عليه وسلم أجابوا على سبيل الاستنكار والاستهزاء بقولهم أنؤمن كإيمان خفاف العقول والحق أنهم هم السفهاء ولكنهم يجهلون ذلك. Onlara Muhammedin sallallahu aleyhi ve sellem sahabeləri kimi iman gətirmək əmr edildikdə və qardaşlar diqqətli olun, bunu alimlər gətirirlər ki, hansı bir fəlsəfəçinin, hansı bir təriqət sahibinin dediyi kimi yox, Muhammed sallallahu aleyhi ve sellem sahabələri necə iman gətirib, necə başa düşüb, o cür iman gətirməkdir, başa düşməkdir. Yəni onlara deyəndə ki, yəni sahabələr kimi iman gətirmək əmr edildikdə, istehza və təhqir edərək deyirlər, ağılsızların, yəni ağıldan xəfi olan, yüngül olanın iman etdiyi kimi iman edəkmi? Əslində isə onlar özləri ağılsızdırlar. Lakin bunu bilmirlər. 14-cü ayəni götürək. وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَى شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ. Onlar möminlərlə qarşılaşdıqları zaman biz də, yəni sizin kimi iman gətirdik deyirlər.
Halbuki öz şeytanları ilə təkbədək qalanda biz də sizinləyik. Biz ancaq möminlərə istehza edirik deyirlər. Təfsirdə وَإِذَا الْتَقَوْا الْمُؤْمِنِينَ قَالُوا صَدَّقْنَا بِمَا تُؤْمِنُونَ بِهِ يَقُولُونَ ذَلِكَ خَوْفًا مِنَ الْمُؤْمِنِينَ وَإِذَا انصرفوا عن المؤمنين إلى رؤسائهم منفردين بهم قالوا مؤكدين ثباتهم على متباعاتهم لهم إنا معكم على طريقتكم ولكن نوافق المؤمنين ظاهرا سخرية بهم واستهزاء. Möminlərlə qarşılaşdıqları zaman biz də sizin iman etdiklərinizə iman gətirdik deyirlər. Yəni sizi təsdiq elədik. Bunu möminlərdən qorxduqları üçün söyləyirlər. Lakin möminlərdən ayrılıb öz başçılarına qayıtdıqları zaman və bir yerdə tək başçıları qaldıqları zaman onlara bağlılıqlarını təsdiq edərək, yəni onlara tabi olmalarını, bağlılıqlarını təsdiq edərək deyirlər, biz sizinləyik, sizin yolunuzdayıq. Sadəcə möminlərə zahirdə uyğunlaşırıq ki, onlarla istehza edək və onları məsxərəyə qoyaq. Allahu yestehzi'u bihim və yamudduhum fi tuğyanihim ya'mahun. Allah da onlara istehza edər və onlara o qədər, dünyada onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın və sərgərdən qalarlar. Təfsirdə Allahu yestehzi'u bihim fi muqabalati istihzaihim bil mu'minin ceza'en lehum min cinsi amelihim ve lihâzâ ecrâ lehum ahkâmel muslimin fid dunya. Allah möminləri məsxərəyə qoyduqları üçün onları məsxərəyə qoyar. Fikir verin, bu onların əməlin növünə uyğun bir cəzadır. Yəni cəzaən lehum min cinsil əməlihim. Onlar belə edib, Allah da müqabilində bu cür etmişdir. Və buna görə də Allah dünyada onlara müsəlman hökmlərini tətbiq edir. Lakin axirətdə küfr və nifaq səbəbilə və əmməl fil axirəti və yücəzihim alə kufrihim və nifaqihim və kəzəlikə yumli ləhum li yətəməddəv fi dalalihim və tuğyanihim fəyəbqav hairinə mütərəddidinə. Lakin axirətdə küfr və nifaq səbəbilə onlara əsl cəzanı verəcəkdir. Eləcə də Allah onların azğınlıq və haqsızlıqlarında da daha da irəliləmələri üçün onlara möhlət verir. Yəni onlar uzun ömür verir ki, bu haqsızlıqlarında davam eləsinlər. Nəticədə onlar daim tərəddüd içində çaşqın bir halda qalırlar. أولئك الذين اشتروا الضلالة بالهدى فما ربحت تجارتهم وما كانوا مهتدين. Onlar doğru yol əvəzində zəlalət yolunu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar. Təfsirə baxaq. Ulaika humus sufaha لأنهم استبدلوا الكفر بالإيمان فما ربحت تجارتهم لخسارتهم الإيمان بالله وما كانوا muhtedine ilel hakkı. Onlar əslində ağılsızdılar. Çünki imanı tərk edib onun yerinə küfrü seçmişlər.
ticarətləri heç bir qazanc gətirmədi. Çünki Allaha olan imanlarını, inanclarını itirdilər. Onlar doğru yola yönələnlərdən də olmadılar. Bu ayələrdən çıxan bəzi faydalara baxaq. Min fəvaidil ayət. Ənə mən təbə'allahu alə quluhum bisəbəbi inadihim və təqzibihim la tənfə'u ma'ahum el-ayət və in azumət. Allahın inatkarlıqları və təksibləri səbəbilə qəlblərini möhürlədiyi kəslərə ayətlər nə qədər böyük olsa da, əzəmətli olsa da fayda verməz. İkinci fayda. Ənə imhəlallahi teala lizzaliminəl mükezzibinə ləm yəkun ən gafləti əv aczin anhum لم يكن عن غفلة أو عجز عنهم بل ليزدادوا إثما فتكون عقوبتهم أعظم. Allah zalimləri və təksib edənləri möhlət verməsi, Allahın yəni zalimləri və təksib edənləri möhlət verməsi, onlara bir şans verməsi, onlardan xəbərsiz və ya aciz olduğu üçün deyil. Əksinə onların günahlarını artırmaq və beləliklə cəzalarını daha da ağırlaşdırmaq üçündür.